Salam, hər vaxtınız xeyir olsun. Belə bir maraqlı tərəzi məsələsinin həllinə baxaq. Deməli, tərəzinin bir gözünə verib 20 qram kalsium süni reaksiyası, digər gözündə isə 80 qram kalium hidrat süni reaksiyası. Bizə deyir ki, əlavə olunan maddələr tam reaksiyaya daxil olduqda tarazlıq pozulur. Kütləsi az olan məhlula nə qədər su əlavə etmək lazımdır ki, tərəzidə yenidən tarazlıq əmələ gəlsin. Deməli, biz reaksiyaları yazırıq və bilirik ki, kalsium su ilə reaksiyaya girdikdə 1 mol kalsiumdan 1 mol da hidrogen qazı məhlulu tərk edir. Yəni 40 qram kalsium su ilə reaksiyaya girdikdə 2 qram azalma baş verəcək məhlulun kütləsində. 20 qramda isə 1 qram hidrogen azalacaq. Yəni birinci tərəzinin gözü da artım olacaq 19 qram. İkincidə isə kalium hidritdir. Deməli, kalium hidridin də 1 molu su ilə reaksiyaya girdikdə orada da 1 mol hidrogen qazı məhlulu tərk edir. 1 mol kalium hidridin kütləsi 40 qramdır. 40 qram kalium hidrid reaksiyaya girdikdə su ilə 2 qram azalma baş verirsə məhlulda, 80 qramda isə 4 qram azalma baş verəcək. Yəni məhlula 80 qram kalium hidrid əlavə olunub, bundan məhluldan 4 qram hidrogen tərk eləyibdir və 76 qram qalıbdır. Yəni ikinci tərəzidə də artım olubdur 76 qram. Və bizdə burada deyir ki, kütləsi az olan məhlula nə qədər su əlavə eləmək lazımdır ki, bunların hər ikisi tarazlıqda olsun. Ona görə 76-dan çıxacağıq 19, tapacağıq 57. Yəni uyğun cavab C variantı.